Bədən tərbiyəsi və idman günü münasibətilə təşkil edilən idman həftəsi çərçivəsində tədbirlərə martın 2-dən start verilib. Həftənin ilk tədbiri olaraq bugün məşqçilərin birinci forumu keçirilib. Forumun açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. Forumda menecment və biznes kineziologiyası üzrə fəlsəfə doktoru, Maribor və Lyubliana Universitetinin professoru Edvard Kolar, idmançıların hazırlıq və performansının ekspert modelləşdirilməsi, məğlub edilməz Azərbaycan layihəsinin əsası kimi mövzusunda təqdimatla çıxış edib. Qeyd edək ki, ilk dəfə olaraq tədbirdə xarici mütəxəssislərin çıxışları zamanı tərcümə süni intellekt vasitəsilə aparılıb. Tədbir panel iclasları ilə davam edib. Baş məşqçinin rolu lider, pedaqoq yoxsa menecer mövzusu üzrə birinci panel müzakirələrdə Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, ikinci panel müzakirələrdə isə Olimpiya çempionu Namiq Abdullayev və Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi iştirak ediblər. Üçüncü panel müzakirələrdə isə Azərbaycan Milli Antidoping Agentliyinin icraçı direktoru Təxminə Tağızadə, tibb və fəlsəfə doktoru, fiziki məşq fiziologiyası üzrə professor, Yaxın Şərq Universitetinin İdman Elmləri Mərkəzinin direktoru Əli Heydar Dəmirəl iştirak ediblər. Forumda Sloveniya İqtisadiyyat, Turizm və İdman Nazirliyinin İdman Ombudsmanı, atletika üzrə məşqçi Rozul Prezel şəxsiyyətin qorunması mövzusuna toxunub. Forumun davamında inklüzivlik və sosial təsir üzrə təşəbbüskar, voleybol üzrə 2 qat Olimpiya oyunlarının gümüş medalçısı Yelizaveta Brax-Tischenko, idmanda qadınlar, məşqçilik və liderlik, tətbiqi kineziologiya üzrə fəlsəfə doktoru, böyüklər üçün psixi sağlamlıq mərkəzində klinik psixologiya üzrə mütəxəssis Maya Smurdu şəxsiyyətin qorunması mövzusu barədə fikirlərini bölüşüblər. Sonda mütəxəssislər Namiq Bədirxanov, Rozul Prezel və Maya Smurdu təqdimatla çıxış ediblər.